Qaşınma yaşam sürəmiz boyu hər birimizin rastlaşdığı bir problemdir. Qaşınmalar bəzən o qədər uzun davam edir ki, bu bizi sinirləndirə və yaxud yuxularımızı belə poza bilər. Gəlin baxaq görək qaşınmalara nələr səbəb olur. Qaşınmaları ən çox yaradan amillərdən biri təbii ki, allergiyadır. Allergiya geniş bir anlamdır. Yəni bunu bilmək lazımdır ki, çox insan düşünür yeməyə qarşı və yaxud taxdığı metal əşyaya qarşı, zinət əşyalarına qarşı allergiya. Amma düşünün ki, ətrafınızda olan hər bir şeyə qarşı əslində siz allergik reaksiya göstərə bilərsiniz. Bu ola bilər yeni aldığınız telefon olsun, bu ola bilər ev üçün aldığınız yeni əşya olsun, bu ola bilər ki, sizin yeni aldığınız paltarınız olsun və yaxud hər hansı istifadə etdiyiniz, məsələn, qabları yumaq üçün əlcək olsun. İnsan hər şeyə qarşı allergiya verə bilər və bu kiçik qaşınmalar, qızartılar şəklində müşahidə olunur. Və allergiyanı yaradan maddəni bədəndən uzaq tutduqca bu allergiyanın və yaxud qaşınmaların uzaqlaşması müşahidə olunur. Qaşınmalara səbəb olan çoxlu xəstəliklər var. Bunlardan biri nevrodermatitdir. Nevrodermatit əsasən aşırı həssas olan insanlarda, çox sinirlənən insanlarda və yaxud immuniteti zəif olan insanlarda ortaya çıxan bir xəstəlikdir. Bunda allergiyadan fərqli olaraq heç bir qızartı olmadan əvvəlcə qaşınmanın olması, sonra qızartıların olması şəkildə də gördüyünüz kimi sanki dərinin artıq sərtləşməsi halı müşahidə olunur. Bu artıq bir xəstəlikdir və bu xəstəlikdə uzun müddətli müalicə tələb olunur. Qaşınma yarada biləcək bir xəstəlik isə psoriaz xəstəliyidir. Psoriaz xəstəliyi də dəri xəstəliyidir. Bu xəstəlikdə isə allergiyadan və yaxud nevrodermatitdən fərqli olaraq dərinin pulcuqlanması kimi hal müşahidə olunur. Bunlar bir-birinə çox oxşasa da, əslində birinin pulcuqlanması, digərinin isə dərinin sərtləşməsi və zamanla ortaya çıxması müşahidə olunur. Qurdeşen xəstəliyi qaşınmanın yaranmasında ən böyük rol oynayan bir xəstəlikdir. Düşünün ki, qurdeşen xəstəliyi sanki allergiyanın irəliləmiş və yaxud ağırlaşmış bir formasıdır. Bu allergiya deyildir. Allergiya məhz bu xəstəliyə səbəb olur. Bu özü ayrıca bir xəstəlikdir. Tək allergiya yox, məhz bizdə infeksiyalar, o cümlədən kontakt maddələr, kimyəvi maddələr məhz bu xəstəliyə səbəb ola bilər. Bu sanki allergiyaya bənzəyir, dəri qızartıları olur. Amma dəriyə toxunduqda artıq dəri şişkinliklərinin olması, dəri altında sanki kiçik maye şəklində yığıntıların olması müşahidə olunur. Ən önəmli xəstəliklər qrupu isə təbii ki, göbələk xəstəliklərdir. Göbələk xəstəliklərinin çoxlu formaları var. Göbələk xəstəlikləri əsasən özünü düşünün ki, bir qəpik formasında, yumru bir formada özünü göstərə bilir. Təbii ki, hər göbələk xəstəliyində belə olmur. Göbələk xəstəlikləri çevrələnmiş yumru və həmin nahiyədə qaşıntının olması kimi hallarla özünü biruzə verir. Bəzi insanlarda dərinin aşırı yağlanması, piy vəzlərinin aşırı şəkildə yağ ifraz etməsi bədənin yağlanmağına səbəb olur və bu da bədənin qaşınmasına səbəb olur. Dərinin piy vəzlərinin çox yağ ifraz etməsi və yaxud az ifraz etməsi belə qaşınmaya səbəb olur. Çünki dəri quru olduğu zaman dərinin yenilənməsi baş verir və yenilənmiş dəri qatları tez-tez bədən nahiyəsində qalır və bu isə özünü qaşıntılar şəklində göstərə bilir. Sizdə hansı xəstəlik olub-olmamasının çox önəmi var. Yəni, ola bilər ki, sizdə heç bir xəstəlik yoxdur, sadəcə qaşınma müşahidə olunur. Bir də var ki, sizdə hər hansı bir xəstəlik var. Bu zaman sizdə olan xəstəlik də həmən qaşıntılara səbəb ola bilər. Məsələn, şəkər xəstələri. Şəkər xəstəliyini daşıyan hər bir insan bilir ki, onlarda aşırı şəkildə qaşınma hallarının müşahidə olunması, hətta qaşınma nəticəsində yaraların meydana çıxmasına müşahidə olunur. Şəkər sinir fəaliyyətini pozur, sinir hüceyrələrini məhv edir və şəkər xəstəliyi olan insanlarda aşırı şəkildə qaşınmanın olması müşahidə olunur. O cümlədən ola bilər ki, sizdə qalxana bənzər vəzin funksiyasının artması müşahidə olunur. Məsələn, dəmir azlığı, yəni anemiya. Anemiya zamanında bədəndə quruluğun olması, əsasən dərinin quru olması və dərinin aşırı şəkildə qaşınması müşahidə olunur. Ümidvaram dediyimi anladınız. Çünki qaşınmanın səbəbi minlərlədir. Buna görə hər bir insan əslində
özü öz bədənini tanımalıdır və müşahidə etməlidir ki, nə kimi dəyişikliklər var. Çünki hər bir dəyişiklik əslində bizdə qaşınma şəklində müşahidə oluna bilər. Bunu bəs necə etmək lazımdır? Ən sadə üsullardan biri yediyiniz qidanı dəyişməkdir. Ola bilər ki, yediyiniz qidaya qarşı sizdə allergiya var. Bu özünü aşırı şəkildə göstərməyə bilər, amma qaşıntılar şəklində reaksiya verə bilərsiniz. O zaman qida rasionunuzu dəyişin və müşahidə edin ki, həmin qaşıntılar sizdə var, yoxsa yox. Məsələn, çay, kofe içirsinizsə və yaxud şirəli içkilərdən istifadə edirsinizsə, onları bir müddət həyatınızdan uzaq tutun. Sadəcə su içməyə çalışın və bədəninizi təmiz tutmağa çalışın. Bu zaman bədən digər maddələrdən azad olmuş olur və zamanla qaşınmanın aradan qalxması müşahidə olunur. Ola bilər ki, insanlar var, axşamlar çox yemək yeyir. Axşamlar çox yemək yeyən insanlarda da qaşınma hallarının olması müşahidə olunur. Ola bilər ki, siz məsələn şəkərli qidalardan istifadə edirsiniz. Şəkərli qidalardan çox istifadə etsəniz, şəkər olmasanız belə, şəkərin bədəndən ayrılması dəri vasitəsilə də baş verə bilər. Bu zaman isə artıq sizdə qaşınmalar dəri nahiyəsində müşahidə oluna bilər. Və yaxud həyat tərzinizə diqqət yetirməlisiniz. Ola bilər ki, siz deyəsiniz, yox, siz hirslənmirsiniz və yaxud həyatınızda heç bir stres yoxdur, amma ola bilər bunu daxilinizdə yaşayırsınız. Əgər belə bir stres amili varsa və yaxud həyatınızda bir qayğı çəkirsinizsə, bunu gizli olaraq daşısanız belə, emosional şəkildə biruzə verməsəniz belə, bu sizin bədəninizdə reaksiya şəklində göstərə bilər və bu sizdə qaşınmalar ola bilər. Çünki aşırı sinirli olan insanlar başlayır özünü qaşımağa. Bu əslində gerçək bir xəstəliyin olmaması, sadəcə sizin sinirlənmənizə bağlı olan bir xəstəlik olur. Və yaxud etməli olduğunuz digər amil isə bədəninizin hər hansı bir nahiyəsində qaşınma varsa, açıb bədəninizin bütün nahiyələrinizə baxmağınızdır. Ola bilər ki, bədəninizin hər hansı bir nahiyəsində infeksiyalaşmış bir yara var və yaxud göbələk xəstəliyi var. Bədənin o büküş nahiyələrində ola bilər və sizin diqqətinizi çəkməyə bilər. Ona görə güzgü qarşısında dayanıb bədəninizin hər hansı bir nahiyəsində qızartının, şişkinliyin, dəyişikliyin olub-olmamasına diqqət yetirməlisiniz. Əgər birdən-birə qaşınma halları ortaya çıxıbsa, baxın görək həyatınızda yeni bir əşyalardan istifadə edirsinizmi? Videonun əvvəlində dediyim kimi, bu ola bilər hər hansı paltardan, yeni bir paltardan istifadə edirsiniz. Bu zaman önəmlidir ki, təzə aldığınız bir paltarı ilk dəfə yuyasınız, sonradan istifadə edəsiniz. Çünki paltarlar kimyəvi maddələrlə zəngin olur və biz bunlara qarşı reaksiyalar göstərə bilirik. O cümlədən tək paltar yox, hər hansı bir telefon ola bilər, evə aldığınız hər hansı bir metal əşya ola bilər ki, siz bunlara qarşı reaksiya göstərə bilərsiniz. Ən önəmli amil isə bir əşyanızın, paltarınızın yalnız sizin istifadə edib etmədiyiniz və yaxud başqa insanların da bundan istifadə edib etməməsidir. Çünki başqa insanlarda olan infeksiyalar həmin əşyalar vasitəsilə sizə də yoluxa bilər. Xüsusilə, məsələn, göbələklər bu vasitələ çox yoluxur və bir insandan digər insana paltarlar vasitəsilə yoluxa bilir. Ola bilər ki, sadəcə dəriniz qurudur. Dəriniz qurudursa, nəmləndirici vasitələrdən, yox, əgər dəriniz yağlıdırsa, bədəninizi tez-tez yumaqla həmən yağdan qurtula bilərsiniz. Ola bilər ki, dəriniz aşırı həssasdır, o zaman yuyunduqdan sonra dərini qurulayan zaman dəsmalı bədənə sürtmək yox, sadəcə toxunduraraq qurulamadan istifadə edin ki, aşırı şəkildə reaksiya göstərməsin. Və allergiya yaradan, qızartı yaradan, təbii ki, hər şeydən uzaq durmalısınız. Bu kimi nüanslar əslində göstərir ki, həyatınızda yaradacağınız kiçik dəyişikliklər əslində sizdə qaşınmanın ortadan qalxmasına səbəb ola bilər. Təbii ki, çox ağır gedən xəstəliklərdə, çox ağır infeksiyalarda yox, ümumi anlamda bir çox xəstəliklərdə və xüsusilə qaşınmanın yaranmasında özümüz günahkarıq və özümüz böyük rol oynayırıq. Və bu yan təsirləri aradan qaldırmaqla əslində biz qaşınma hallarından qurtula bilərik. Və ola bilər ki, uzun müddət bədəninizdə hər hansı bir dəri xəstəliyi var. Bu zaman təbii ki, artıq həkimə müraciət etməlisiniz. Həkimə müraciət edən zaman isə ilk gedəcəyiniz həkim məhz dermatoloqdur. Dermatoloq isə təbii ki, dəri həkimi deməkdir. Əgər sizdə hər hansı bir dəri xəstəliyi varsa, bu dermatoloq, yəni dəri həkimi tərəfindən müalicə olunur. Bayaq saydığım səbəblər ola bilər. Ola bilər ki, sizdə hər hansı bir dəri xəstəliyi yoxdur. Bu zaman isə dermatoloq məhz başqa həkimlərə sizi yönləndirir və başqa həkimlər tərəfindən müalicəniz tələb olunur. Bu
dermatoloqun həmin xəstəliyi bilməməyi anlamına gəlməz. Bu o anlama gəlir ki, sizdə çıxan qaşınmanın səbəbi məhz dəri xəstəliyi yox, başqa orqanlara bağlı olur. Başqa orqanlara bağlı olan qaşınmanın müalicəsi isə başqa qrup ixtisaslaşmış həkimlər tərəfindən aparılır. Amma sizin ilk öncə müraciət etməli olduğunuz təbii ki, dermatoloq, dəri həkimidir. Bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun, sağlıqla qalın.